Hamınıza salam dostlar, necəsiz? Bugün sizinlə bir yerdə yeni bir oyunla qarşınızdayam. Bəli, uzun müddətdir YouTube səhifəmə video atmıram. Beləsinə deyək də biraz ihmal elədim. Və sizi də üzməmək üçün bugün yeni bir video atmaq istədim. Brawl Stars'tan fərqli bir oyun olan Pixel Car Racers və mənim də çox sevərək oynadığım bir oyundur. Qarajıma gələm və buradakı cürəbəcür maşınlarımı göstərim sizə. Gördüyünüz kimi ilk başda 4 araba kapasitesi olur. İlk başta dediyim kimi 4 araba kapasitesi olur. Sonra qıraqda extra car buy var idi deyəsən. Hələsində bir şey var idi. Ora girirsiniz 100.000 pula və yaxud da 5 elmasa yer açırsınız. 2 dəfə aça bilirsiniz. Maksimum 6 yerdir. Əgər pulla açsaz ikisinə bir yerdə 200.000 pul. Əgər elmasla açsaz ikisinə bir yerdə 10 elmas lazım gələcək və oyun başlayanda sizə 10 elmasla başladır özü. Beləsinə deyək. Mənim ilk maşınım bu olmuşdu. Ən sürətli ilk maşınım. Yəni oyunda birinci maşınımız fərqli olur, amma ən sürətli ilk maşınım bu, ikincisi bu. Sonra isə dəyişdi də dostlar. Sonra Toyota Prius almışdım, oydu. Sonra bu gəldi. Ardından üstü açıq klasik maşınımız, sonra balacamız, sonra BMW'miz. Amma balacanı sonra bir ara satdım və təzədən aldım. Bugün isə sizinlə BMW ilə və yaxud da bununla maç eləyəcəyik. İkisi arasında yazı tura atmaq istəyirəm, amma əlimdə heç nə yoxdur. Ona görə çift təşkil eləyəcəm. Qardaşım yanındadır, o arxasında bir rəqəm tutacaq. Mən çiftmi təşmi onu deyəcəm. Çift gəlsə indi seçdiyim maşınla, tək gəlsə BMW ilə oynayacağam. Deyim, çift. Bir tutdu dostlar. Yəni tək dediyim, tək BMW-ni demişdim. Gələn videoya isə bununla oynayacağam. İndi BMW ilə oynayacaq dostlar. Racers. Burada drag yarışı var, amma mən streetə girirəm, çünki drag yarışlarını oynamaq üçün bayağı bir güclü olmağınız lazımdır. Buradan CTF yox, Cruise yox, TOG yarışları, Beginner, Amateur, Experience. Beginner oynayıram, hələ ki zəif maşınlarım var deyə, gücləri zəifdir yəni, amma çox güclü maşınlardır. Burada Colorado ya da Zeppelin var. Mən Zeppelin oynayıram hər dəfə. Snow, Day, Night, Rain. Snow qarlı havada, Day gündüz vaxtı, Night gecə vaxtı, Rain isə yağışlı havada oynamaq deməkdir. Mən hər dəfə gündüz, yəni Day seçməsini seçirəm. Buradan da Ready, yəni qoya basıb oyunumuza başlaya bilərik. Dostlar, beləsinə bir taktika verim. Adam əgər sizdən sürətli gedirsə, indi göstərəcəyim taktikanı uygulayın. Telefona əyərək döndürürsünüz maşınınızı. Adamın arxasıca gedib adamdan rəqibdən külək alaraq özünüzü sürətləndirə bilərsiniz. Birazdan marketi də göstərəcəm. Marketdən göstərəcəm nətər girəsiniz və oradan istədiyiniz bəzi şeylər varsa oradan ala bilərsiniz. Maşınınıza taxıb maşını gücləndirə bilərsiniz. Dostlar, qardaşımın da hesabı var və onda sadəcə tək maşınım var. O da dediyim balaca Mini Cooper maşınımızdır. Və bayağı bir gücləndirib dediyinə görə 6 milyonluq motor alıb taxacaq inşallah. Və dərəcələri var maşınların, onları da indi göstərəcəm. Desəz ki, bu qıraqdakı NOS nə işə yarayır?
Bu nitrodur dostlar, göstərim. Baya bildiyimiz nitrodur. 76 deyilsə ha. Dostlar, qardaşım mənim 2 qatı səviyyəmdədir. Yəni 76 səviyyədir. Bayaqlar gördüyünüz kimi mən 38 səviyyəydim. Qardaşım isə 76-dır. Mən nətə deyim, boş vaxtlarımda çox oynamıram da. Daha çox Stickman Wars oynayıram. Onun da ki inşallah videosu çəkiləcək. Qardaşım isə dəhşət oynayır bu maşını. Maşını deyirəm, maşın oyununu. Pixel Careers daha çox oynadığına görə ona görə lap güclüdür. BMW-dimi? Bənzəyir, amma deyil məncə. 2 gün deyil, 3 gündür. Mən qardaşımdan bir gün çox başlamağıma rağmen, yəni qardaşım 3 gündə oynayır, mən 4 gündə oynayıram. Amma qardaşım məndən daha yüksək səviyyə yığır. Bunun da ki səbəbi kəsintisiz oynamağından ibarətdir. Bir dəqiqə dostlar, mən sizə demişdim səviyyələri göstərəcəm, bəli. İndi səviyyələr... Bağışlayın dostlar, anamın telefonu bu otaqdaymış, zəng gəldi. Çox üzrlü sayın. Mən sizə səviyyələri göstərəcəkdim. Səviyyələr, dostlar, qaraja girib baxa bilərik. Buradan da videomuzu yuxarı alaq. Səviyyələr gördüyünüz kimi hərflərlə işarə edilir. F, yəni güclü mənasına gəlir. F-dir. Bu klasik maşınımızın səviyyəsi nədir? Ona baxaq. D-dir, yəni FD-dən düşük səviyyə deməkdir. Bu B olmalıdır mən biləni. B-dir, bəli. Taxacam inşallah bir şeylər. Bu deyəsən, bu da B-dir. Mən bunu niyə zəiflədmişəm? Onları taxsın ayrı maşına. Hə, düzdür, mən buna taxdım axı. GTR-a taxdım. İndi buna baxaq, bu D olmalıdır dostlar mən biləni. Bu da B-dir, bu da B-dir, bu da zəifdir. Bu isə F-dir. Yəni 2 dənə ən güclü maşın var. Biri BMW-mdir, biri də GTR-ımdır. GTR-ım 446 olmağına baxmayaraq, BMW-m isə 415 idi deyəsən, 16. 416. Yəni BMW ilə GTR arasında çox da bir fərq yoxdur. Amma GTR BMW-dən daha üstünlüyünü saxlayır və daha üstündür. Beləsinə deyim. Üstünlüyü saxlayır. Mənim səviyyəmdə mən də qardaşımdan çox alıyorum. Top. Dostlar, bu amatörü və eksperti göstərəcəm indi sizə. Amatördə giyirik, Japon seçəcəm yenə, D seçəcəm. Go dedik, başladıq. Amatördə 2 səviyyəni özü avtomatikman atır. Qalan səviyyələri isə siz atmalısınız. Yəni göstərim də. Qıraqda plus və minus işarələri var. Plus işarəsinə basdıqda sürət artır, minusa basdıqda isə vites azalır. Vites artırma və vites çoxaltma düymələridir yəni. Və amatördə və ekspert demişdim. Ekspertdə vitesləri özünüz atmalısınız. Onu keçəcəm indi. Optimus'dan eləyirlər də onu. Gördüyünüz kimi amatörü qutardıq dostlar. İndi Optimus'dan düzənləyib. Qardaşımın dediyi kimi mən qardaşımdan çox oynayıram deyə o balaca maşını çox gücləndirmişəm və R1 eləmişəm. R2 isə ən son səviyyə olduğunu bilirik biz. R2 yox, X yəni son səviyyə.
X-li. R2 ondan bir göstərəcək. Hə, yəni ən güclü səviyyədən 2 bir dəfə arxasıdır da, yəni. R2 yox, R1. Hə. İndi eksperti yoxlayaq dostlar, eksperti uda biləcəyimi. Amma inanmıram udaq. Çünki çox güclü maşınlardır. Atmır. Nətər o səviyyədən? Hə. Ata biləcəyi ən son səviyyəyə atır da, yəni. Mən bu maşınımla heç kim mən uda bilmir, yəni hamını udum. Bu yarışı da göstər. Engin Demezye'də maşınımız. Motoru yedi də, əsas odur maşın yedi. Demezye'dir. Dostlar, bu video 15 dəqiqə eləmək istəyirəm. Ona görə biraz daha katladıq. Bəlkə də 30... Nətər göstərim ama? Onu göstərəm mənə. Onu nətər göstərim? Hə, drag yarışını göstərim deyirsən. Hə? Dostlar, 39 səviyyə olaq. Qardaşımın oynadığı drag yarışını da göstərəcəm sən. Maşını GT-R'dır da 446. Ama bilmirəm. Ayda dostlar, beləsinə şey yoxdur. Uduzmadım, 2%. Drag yarışını göstərəcəm dostlar. Beləsinə, əgər maşına ilişsəz, rəqib maşınının sürəti azalır və siz qabaqda başlaya bilərsiniz. Drag yarışlarını göstərəcəm, deyil mi? 50 kilometrə Drag yarışını göstərəcəm, amma drag yarışını oynamaq üçün GT-R'ı seçəcəm dostlar. Qardaşım birazdan göstərəcək o puanlarını və XP-yi maksimum, yəni 50 basmışam, 77 səviyyəyə 50 basmışam və maksimum bununla da 20.000 alıram. Bəli dostlar, attention nə deməkdir dostlar? O səviyyə atladıqca aldığınız səviyyələri burada işlədə bilərsiniz. XP level və cash, yəni pull level var. Mən 17'sini gördüyünüz kimi pula, 21'in isə 21'in isə gördüyünüz kimi XP-yə vermişəm. 22 verəcəm indi XP-yə. Gördüyünüz kimi 22 oldu. İndi isə drag yarışlarını göstərim sizə. Amma ilk olaraq GT-R'ı seçəcəm deyəcəm. Amma biz demişik ki BMW ilə oynayacağıq dostlar. Ona görə BMW-də qalacaq. Tournament var, turnuvadır. Turnuva var və burada gördüyünüz kimi səviyyələr var. A-dan D-yə kimi olan maşınları bunda oynayırsınız. F-dən R1-ə kimi olanları bunda, R2-dən R2 və X, yəni axırıncıları isə bunda oynayırsınız. Gördüyünüz kimi bunlar. Bunlara girmək istəyirəm, amma çox güclü rəqiblər gəlir deyə girməyəcəm. Rivalsı bilmirəm, rivalry bilmirəm. Prerun. Buna girəcəyik dostlar. Drag yarışların ən yaxşısıdır da, yəni. 1 mil sürəcəyik, 1 mil. Əgər burada səhvli ilə yaşıl işıq yanmazdan qabaq çıxırsınızsa, uduzasınız. Və dostlar, bir dəqiqə.
Hə, wait for stage. Dostlar gördüyünüz kimi uduzacaq insan kimi. Təbii ki də uduzacam çünki qabağımdakı güclü bir maşındır. Ben bu maşınla bütün maşınları Bildik də nə güclü maşınım var imiş. Dostlar bildik də oyunun marağını saxlamadın ki. Gördüyünüz kimi dostlar uduzdum çünki qabağımdakı dəhşət güclü bir maşın idi. Vay. Onun qaldı bırak. Dostlar videomuz 15 dəqiqə oldu. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.